Salam, hər vaxtınız xeyir. Sınaq 1-in davamına baxırıq. 19 nömrəli sualda hasilin sonuncu rəqəmini soruşur. Deməli, 803 qüvvətində 803 ədədi verilib. Bu hasilin sonuncu rəqəmini soruşur. İndi 3-ün qüvvətlərinə baxaq. 3 üstü 1, 3. 3-ün kvadratı 9. 3-ün kubu 27. 3 üstü 4, 81. 3 üstü 5, 243. 3 üstü 6'da yazıram, burada saxlayıram. 3 üstü 6 da sonu 9-dan qutarır. Yəni burada nəyə fikir veririk? Baxın, hər 4 qüvvətdən 1, sonuncu rəqəm təkrar olunur. 3, 9, 7, 1, yenə 3, 9, yenə 7, yenə 1 olacaq. Deməli, bunun periodu 4-ə bərabərdir. Periodu 4-dürsə, bu 803-ün qüvvətindəki 803-ü. Deməli, 803-ü böləcəm perioda, yəni 4-ə. 803-ü 4-ə bölüb bizə qalıq lazımdır buradakı. 800-də 4, 200 dəfə. 800 qalıq da olacaq 3. Qalıq 3-dür. Deməli, sonuncu ədədimiz də 3 idi. Bizə 3 üstü 3 lazımdır. 3 üstü 3 nədir? 27. Deməli, 7 ilə bitir. Yəni, 803 üstü 803 ədədi sonu 7 ilə qutarır. İndi baxırıq ikinci ədədə. 908 qüvvətində 908. Bu zaman 8-in qüvvətlərinə baxırıq. 8 üstü 1, 8. 8-in kvadratı 64. 8-in kubu 2 ilə qutarır. 8 üstü 4 6 ilə qutaracaq. 8 üstü 5 olacaq 8 ilə qutarır. Yenə burada da period 4-dür. Yəni hər 4 addımdan bir qüvvətlər təkrar olunur. 908-in qüvvətindəki ədədi, yəni 908-i böləcəm 4-ə. Olacaq 9-da 4 2 dəfə, 10-da 4 2 dəfə, 28-də də 4 7 dəfə. Bu ədəd 4-ə tam bölünür, yəni qalıq 0-dır. Qalıq əgər 0-dırsa, deməli biz period neçədirsə, həmin 8-in qüvvətində onu götürürük. Yəni 8 üstü 4. 8 üstü 4 nə ilə qutarırdı? 6 ilə. Deməli, 908 üstü 908 ədədi də 6 ilə qutaracaq. 7-ni 6-ya vuranda sonuncu rəqəm 42. Deməli, bu hasilin sonuncu rəqəmi də 2-yə bərabərdir. 20 nömrəli suala baxırıq. Mərkəzi O nöqtəsində olan çevrədə AB və AC kəsəndir. AD CO-ya bərabərdir. CO radiusdur. Buraya yazıram R. Deməli, AD də olacaq R. Və ACD bucağı 12 dərəcədir. Bizdən BCD-ni soruşur. Buraya yazaq X. O və D-ni birləşdirirəm. Burada R-dir. Deməli, burada alınan COD üçbucağı bərabər yanlıdır. Çünki yan tərəflər R-dir. Deməli, oturacağına bitişik bucaqlar da bərabərdir. 12 12-dirsə, baxın, buradakı bucağa baxa bilərik. Bu daxili bucaqdır. Daxili bucaq söykənlik göğsünün yarısına bərabər. Yəni buradakı bucaq 12-dirsə, buna uyğun göğs olacaq 24. Bura 24-dürsə, buradakı bucaq mərkəzi bucaqdır. Burada olacaq 24. Mərkəzi bucağı isə söykənlik göğsünün dərəcə ölçüsünə bərabərdir. İndi və bu üç bucaqda, baxın, bu üç bucaq da bərabər yanlıdır. Çünki yan tərəfləri R-dir. Deməli, oturacağına bitişik bucaqlar bərabərdir. Bura 24-dürsə, burada 24-dür. İndi biz iki kəsin arasında qalan bucağın düsturuna görə yaza bilərik ki, əvvəlcə düsturu yazıram buradan. Bucaq A bərabərdir BC göğsü minus, bura bir K nöqtəsi yazsaq, DK göğsü bölünsün 2. Bucaq A 24-dür, BC göğsümüz yoxdur. DK göğsümüz 24'tü bölü 2. 48 bərabərdir BC göğsü minus 24. BC göğsünün dərəcə ölçüsü olacaq 72. Bura 72'dir. Bura 72'dirsə, B və 10'u birləşdirirəm. B və 10'u birləşdirdim. Mərkəz bucaq alanda burada olacaq 72. İndi bu da bərabər yanlıdır. Burada R olduğuna görə baxın. Ayrıca göstərim həmin üç bucağı. Hansı ilə göstərək? Bundan göstərək. Bu üç bucaq bərabər yanlı üç bucaqdır. Yəni tərəflər R-dir. Deməli, oturacağına bitişik bucaqlar bərabər olmalıdır. 180-dən 72 çıxaram.
verir bizə 108. 108 ilə bərabər böləndə 54. Burada ümumi 54 olmalıdır. X-i tapmaq üçün 54-dən oradakı 12-ni çıxmaq lazımdır. Olacaq cavab 42 D variantı. 21 nömrəli suala baxaq. Elementləri həqiqi ədədlərdən təşkil olunmuş A çoxluğunun irrasional ədədlər çoxluğuna daxil olmayan 5 elementi, rasional ədədlər çoxluğuna daxil olmayan 3 elementi və natural ədədlər çoxluğuna daxil olmayan 4 elementi olarsa, hansı ifadələr həmişə doğrudur? A çoxluğunun elementlərini yazaq. Deyir ki, irrasional ədədlər çoxluğuna daxil olmayan 5 element var. Götürək elementləri 1, 2, 3, 4, 5. Bunlar irrasional ədədlər çoxluğuna daxil deyil. Sonra deyir ki, rasional ədədlər çoxluğuna daxil olan 3 element kök altı 2, pi və y ədədlərdə bunlar da rasional ədədlər çoxluğuna daxil olmayan 3 dənə elementdir. Sonra deyir ki, natural ədədlər çoxluğuna daxil olmayan 4 elementi var. Natural ədədlər çoxluğuna daxil olmayan 4 dənə element olması üçün burada ədədlərdən birini 5 yox, bu natural ədədlərdən birini 0 eləyək ki, çünki 0 natural ədəd deyil axı. Bu ədədlərdən birini silirəm, istənilən birini silib, onun yerinə 0 yazıram. 0 rasionaldır, amma natural deyil. Deyir ki, natural ədədlər çoxluğuna daxil olmayan 4 elementi olsun. Baxın, bunlarda natural ədədlər çoxluğuna daxil olmayan 4 dənə elementdir. Deməli, A çoxluğunun neçə elementi var? Baxaq, 1, 2, 3, 4, 5, 6, 7, 8 elementi var. 1 doğrudur həmişə. Deməli, 2 yanlışdır. Çoxluğun elementlərindən 3-ü natural ədəddir. 3-ü yox, 4-ü natural ədəddir. 4 düzgündür. 3-ü irrasional ədəddir, düzgündür. 4-ü irrasional ədəddir, bu yanlışdır. Həmişə doğru olanlar 1, 4 və 5. Yəni A variantı. Baxırıq növbəti suala. Uyğun tərəfləri paralel olan bucaqlardan birinin 40%, digərinin yarısına bərabərdir. Deməli, iki bucaqdan söhbət gedir. Biri x, digəri y. Birinin 40%, x-in 40%, digərinin yarısına, yəni y-in yarısına bərabərdir. Y-i bölürük 2-yə. Burada əgər birinin 40% digərinin yarısına bərabərdirsə, müxtəlif adlı bucaqlardan söhbət gedir. Bunların da cəmi 180 dərəcə olacaq. X üstəgəl y bərabərdir 180-ə. Deməli, bu kəsri sadələşdirsək, sıfırlar ixtisar gedir. 0,4x bərabərdir 0,5y. Burada 1-i 2-yə böləndə 0,5y. Ona vursaq hər tərəfi 4x bərabərdir 5y. X bərabərdir 5k, y də bərabərdir 4k. Gətirib burada yerinə qoyuruq. 4k üstəgəl 5k, yəni 9k 180. K olacaq 20. K 20-dirsə, bucaqlardan biri 5 vurur 20, 100, 4 vurur 20, 80. Kiçiyin dərəcə ölçüsünü soruşur. Cavab Y variantı. 23 nömrəli suala baxırıq. A-nın neçə mənfi tam qiymətində ifadəsi tam qiymət alır. Bu ifadənin tam qiymət alması üçün əvvəlcə deməli, sürətdə elə bir ifadə yaratmalıyıq ki, məxrəcə bölə bilək. 6A üstəgəl 3 ortaqruq çıxardanda, baxın, 6A alınmalıdır da. Daha doğrusu 2-ni ortaqruq çıxartmalıyam ki, 3A üstəgəl, burada, yəni deyək ki, 3A plus 5-i 2-yə vuranda 10 alınır da. Yəni burada da yazaq 5. İndi 2-ni 3A-ya vuranda 6A, 2-ni 5-ə vuranda 10. Amma burada 18, demək bunun üzərində 8 gəlməliyəm. Bölürük 3A plus 5-ə. Sürətdə elə bir ifadə yaratmalıyıq ki, məxrəcə tam bölə bilək. 6A da 3A-nın 2 misli olduğuna görə 2 vur 3A üstəgəl elə bir ədəd yazmalıyıq ki, deməli, ortaqruq çıxarda bilək. Bu da 3A plus 5 deyil. İndi bunun hər tərəfini bölək məxrəcə. 2 vur 3A üstəgəl 5 bölünsün 3A üstəgəl 5. Üstəgəl 8 bölünsün 3A üstəgəl 5. Cavab olacaq 2 üstəgəl 8 böl 3A üstəgəl 5-ə. Deməli, A-nın mənfi tam qiymətlərini soruşur. Burada 3A üstəgəl 5, 8-in bölənləri olacaq. Yəni, plus minus 1, plus minus 2, plus minus 4, plus minus 8. Birinci yazaq 3A üstəgəl 5-i 1-ə bərabər edəndə
3A bərabərdir -4. A olacaq -4 bölü 3. Bu tam qiymət olmadığına görə deməli müsbət 1-ə bərabər ola bilməz. 3A üstəgəl 5-i bərabər edirəm -1-ə. 3A bərabərdir -6. A olacaq -2. A -2. 3A plus 5-i 2-yə bərabər etsək, 3A bərabərdir -3-ə, A olacaq -1. 3A plus 5-i -2-yə bərabər etsək, 3A bərabərdir -7 alınır. Bu da tam ədəd deyil. 3A plus 5-i bərabər edirəm 4-ə. Bu zaman 3A bərabərdir -1 alınır. Bu da bizə tam qiymət vermir. 3A plus 5-i -4-ə bərabər etsəm, 3A bərabərdir -9, A olacaq -3. 3A plus 5-i 8-ə bərabər etsəm, 3A bərabərdir 3, A bərabərdir 1 alınır. Amma A bərabərdir 1 müsbətdir. Bizə mənfiləri soruşur. 3A plus 5-i -8-ə bərabər etsəm, 3A bərabərdir -13 alınır. Bu da tam ədəd deyil. Deməli, A-nın 3 dənə tam qiymətində bu ifadədə tam qiymət alacaq. Və yaxud da burada sürətdə, yəni ifadə yaratmaq çətin gəlirsə, başqa bir yolu sürəti məxrəcə bölməkdir. Yəni 6A üstəgəl 18-i bölürük 3A üstəgəl 5-i. Düşür 2 dəfə. 2 vur 5, 10. 2 vur 3A, 6A. Burada nə alınır? 8. Deməli, cavabı necə yazaraq? 2. Natamam qismət 2-dir də. 2-nin üzərinə gəlirəm. Məxrəcimiz 3A üstəgəl 5-dir. Qalıq da sürətdə yazılır. Yəni, əgər bayaqki kimi, dediyim kimi ifadə yaratmaq çətin gəlirsə, sürəti məxrəcə bölürük. Alınan natamam qismət ayrıca yazılır. Üstəgəl məxrəc 3A plus 5 idi. Yəni 3A plus 5 olduğu kimi qalır. Qalıq da sürətə yazılır. Çünki bunu ortaq məxrəcə gətirib toplasaq, elə 3A plus 5-də 6A plus 18 alınır. İndi, burada da eyni qaydada 3A plus 5, 8-in natural bölənləri olacaq. Plus minus 1, plus minus 2, plus minus 4, plus minus 8. Buna uyğun da hesablayıb A-nın mənfi qiymətlərinin sayını tapmaq olur. 24 nömrəli suala baxırıq. Mərkəzi O nöqtəsində olan çevrədə YA və YB kəsən CD isə vətərdir. AB AY bərabərdir. BY 12. CD vətənin uzunluğunu soruşur. Əgər AY AB-yə bərabərdirsə, deməli bu bərabər yanlı üçbucaqdır. Oturacağına bitişik bucaqları bərabərdir. A və D-ni birləşdirirəm. Burada ADB 90 dərəcədir. Çünki diametrə söykənən daxili bucaqdır. Diametrə söykənən daxil çəkilmiş bucaq 90 dərəcədir. 90 alfadırsa, digər iti bucağa beta deyirəm. Burada 90 olacaq. Alfadırsa, deməli burada qalır beta. Deməli, burada AD bərabər yanlı üçbucaqda hündürlük həm də tən böləndir. Deməli, həm də mediandır. Mediandırsa 6, 6 olaraq bölünəcək. İndi baxırıq bucaqlara. Bura betadırsa, bu göğüsdə olacaq 2 beta. Bura betadırsa, eyni qaydada bu göğüsdə 2 betadır. Uyğun göğüslər bərabərdirsə, deməli vətərlər də bərabərdir. Yəni, bu göğüslərin bərabərliyindən BD bərabərdir CD alınır. BD 6-dırsa, CD vətərinin uzunluğu da 6-ya bərabərdir. 25 nömrəli suala baxaq. A və B ardıcıl naturaldirlər. Əköb AB 210 olarsa, bu ifadənin qiymətini soruşur. Deməli, A-nı götürək N, B olacaq N plus 1. Bunların ardıcıl olması üçün. İndi əkobda yerinə qoyuruq. Əkob A-nın yerinə N yazıram. B-nin yerinə N plus 1 bərabərdir 210. Ardıcıl ədədlərin əkobu onların hasilinə bərabərdir. Məsələn, deyək ki, 7 və 8 ardıcıl ədədlərdir. Əkob onların hasilinə bərabərdir. Çünki qarşılıqlı sadədir. N vurulsun N plus 1 bərabərdir 210. N kvadrat üstəgəl N minus 210 bərabərdir 0. Burada köklər 2 ardıcıl ədədi tapmalıyıq. Hasil 210 verən. Bunlar 15 və 16-dır. 15 və 16 yoxsa 14 və 15 mi baxaq? 14 və 15-ə vursaq 20, 4, 1. 14 və 15. 15 və 16 yox. 14 və 15 ədədlərdir.
Cəmi 7 teoreminə görə -1 verməlidir. Deməli 15 mənfidir. Hasili isə -210 olması üçün deməli vuruqlardan biri mənfidir. Burada mənfi kök olduğuna görə 15 kənar kökdür. N olacaq 14. N 14-dürsə yerinə qoysaq A elə N'dir, yəni A 14-dür. B də 14 plus 1 15. İndi burada yerinə qoyaq. 2 vur A vur B, yəni 14 vur 15 üstə gəl 15 vur. Həmin ədədlərin əbubu 14 və 15-in əbubu 1-ə bərabərdir. Çünki ardıcıl 2 ədədin əbubu 1-dir. Əbubun yerinə 1 yazıram. Sonra bunlar bir mötərizədədir. Bölük A plus B-yə 14 üstə gəl 15-ə, yəni 29-a. Buradan 15-i orta qrup çıxartsaq olacaq 2 vur 14 28 üstə gəl 1 böl 29-da kəsirlə əvəz edirəm. 29'lar ixtisar gedir. Cavab olacaq 15. 26 nömrəli suala baxırıq. AB CD-yə paraleldir, CD də MK-yə paraleldir. Yəni bu üç düz xətt bir-birinə paraleldir. D-yi CF-ə paraleldir. D-yi paraleldir CF-ə. CF-in bucağı 140 dərəcə, bura 140 dərəcədirsə, bura olacaq 40 dərəcə. Çünki baxın, bu iki düz xətt paraleldirsə, burada CF kəsəndir. CF kəsəndir. 140 və 40 dərəcəli bucaq daxil bir tərəfli bucaqlardır. Ona görə cəmi 180 dərəcə olmalıdır. Bura 40-dırsa, bura çarpaz bucaq olduğuna görə burada 40-dır. İndi göstəririk bu paralelliyi. Baxın, bu xətt buna paraleldir. Burada B-yi kəsəndir. Bu B-yini uzadıram. B-yini uzadanda bura 60 dərəcədirsə, buna uyğun olaraq burada çarpaz bucaq da 60 dərəcədir. İndi burada alınan üç bucaq, baxın, bu üç bucaq Y, CD üç bucağı. Bizdən buradakı bucaq soruşulurdu. Bura birdən X yazıram. Həmin X bu üç bucaq üçün xarici bucaqdır. Üç bucağın xarici bucağı da özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni, həmin X 40 və 60-ın cəminə 100-ə bərabərdir. Və yaxud da 40, 60, 100. Buradakı bucaq olacaq 80 dərəcə. 80-ın qonşusu X yenə 100 dərəcə. Buna görə də tapmaq olar. 27 nömrəli sualda uyğunluğu müəyyən edin. Deməli, -1,4 mənfi ədədlərdə demişdik ki, tam hissə. Burada tam ədəd -1-dir. -1-dən bir vahid kiçik, yəni -2-dir. -1,4-ün tam hissəsi -2-dir. A variantı 1-ə uyğundur. İndi tam hissə -2-dirsə, kəsr hissə olacaq. Ədədin özü -1,4. Çıxılsın tam hissə -2. -1,4 üstə gəl 2 olacaq 0,6. Y variantı da birinciyə uyğundur. İkinciyə baxırıq. İkincidə -3,6. Bunun tam hissəsi, yəni -3-dən bir vahid kiçik olan ədəd, yəni -4. Kəsr hissə isə ədədin özü minus tam hissə -4. Bu da bizə verir -3,6 üstə gəl 4, yəni 0,4. Həm C variantı, həm də D variantı ikinciyə uyğundur. Və üçüncüdə -kök altı 2 minus 1, kök altı 2 təqribən kök altı 1 və kök altı 4 arasındadır. Yəni 1 tam, onda 2. Yerinə qoyuruq. -1,2 minus 1, bu bizə verir -2,2. -2,2-nin tam hissəsi -3'dür. Kəsr hissə olacaq. Ədədin özü -kök2 minus 1 minus tam hissə. Bu da olacaq -kök2 minus 1 plus 3, yəni 2 minus kök altı 2. Deməli, tam hissə -3'dür. B variantı da uyğun gəlir üçüncüyə. 1'ə A-Y, 2'yə C-D, 3'ə B variantı uyğundur. 28 nömrəli sualda A və B bir-birindən fərqli natural ədədlərdir. A plus B 336, əbab AB 28 olarsa bu şərti ödəyən neçə AB cütü var?
Əbab AB 28-dirsə, deməli A da B də 28-ə bölünən ədədlərdir. A-nın yerinə yazıram 28M, B-nin yerinə yazıram 28N. Yəni əbabın 28 olması üçün həm A, həm də B 28-ə bölünməlidir. Gətirib burada yerinə qoyaq. 28M üstəgəl 28N bərabərdir 336. Buradan 28 ortaqlıq çıxır. M üstəgəl N bərabərdir 336. M üstəgəl N bərabərdir 1 dəfə 12. M üstəgəl N 12-dir. İndi əbobda əvvəlcə yerinə qoyaq. Əbob A-nın yerinə yazıram 28M, B-nin yerinə 28N bərabərdir 28-ə. Buradan 28 ortaqlıq çıxmışdı. Qalır əbob M və N bərabərdir 28. Deməli 28-i əbob M-ə vuranda 28 almışıqsa, deməli burada M və N qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. 28-i 1-ə vuranda hasil olacaq 28. Yəni bu əbobun 1 olması üçün M və N qarşılıqlı sadə olmalıdır. Qarşılıqlı sadə. Deməli, elə 2 qarşılıqlı sadə də tapmalıyıq ki, cəmi 12 versin. 1 və 12, 2 və 10, 3 və 9, 4 və 8, 5 və 7, 6 və 6. Yəni, bu ədədlərin 1 və 12 yox, 1 və 11. 1 və 11. Deməli, burada 2 və 10 qarşılıqlı sadə deyil. 3 və 9, 4, 8, 6, 6. Bunlar qarşılıqlı sadə olmadığına görə bu cütləri silirik. Deməli, M və N ədədləri M1, N11 ola bilər və yaxud da M11, N1, M5, N7 ola bilər və yaxud da M7, N5. Yəni 4 dənə cüt var. İndi A-nı yerinə qoysaq, A bərabərdir 28M-dir. 28-i 1-ə vuranda 28. B 28N-dir. 28-i 11-ə vuranda 28 vur 11. 2, 8, 2, 308. Yəni bu cütlərdən biri 28, 308-dir. Digəri olacaq. A-nın M-in yerinə 11 qoyuram. 28 vur 11, 308. B olacaq 28. Bu 2 cüt. İndi bir dəfə A-nın yerinə M-in yerinə 5 qoyacağım. 28-i 5-ə vuranda olacaq, deməli, 28-i 5-ə vursaq 140. 28-i 7-yə vursaq 196. Bir dəfə də yerlərini dəyişəcəm. A 28 vur 7, 196-dır. B də 28 vur 5, 140. Deməli, belə 4 dənə AB cütü var. AB cütlərinin sayını soruşur. Baxırıq növbəti suala, 29 nömrəli sualdır. Deməli, ABCDE düz xətləri K nöqtəsində kəsişir. D düz xətti bucaq CKY-nin tənbülənidir. C düz xətti bucaq deməli CKY-nin tənbüləndirsə, buradakı bucaqlar bir-birinə bərabərdir. BKC 30 dərəcədir. Bura 30 dərəcə verilib. AKB x minus 20. Bura x minus 20'dir. DKQ arada DKQ. Buradakı bucaq ümumi verilib bizə. 3x üstəgəl 2y üstəgəl 40. MKP bura 2y plus 40'dır. 2y plus 40. X plus y cəmini soruşur. Buradakı bucaqlar, baxın, qarşılıqlı bucaqlardır. Bu bucaqla bu bucaq qarşılıqlı bucaqlar olduğuna görə, deməli, burada olacaq 2y üstəgəl 40. Həmçinin D düz xəttdən bölən olduğuna görə burada qalır 2y plus 40. İndi ümumi buradan bura qədər olan bucaq verilmişdi bizə. Verilmişdi ki, deməli, hansı DKQ bucağı 3x üstəgəl 2y üstəgəl 40 verilmişdi. Buradan, yəni buradan bura qədər ümumi bucaq 3x üstəgəl 2y üstəgəl 40 idi. Buradan 2y üstəgəl 40'a çıxanda
qalır 3x. Yəni təkcə buradakı bucaq olacaq 3x. Bura 3x-ə bərabərdir. Bura 3x isə eyni qaydada buradakı bucaq da 3x-dir, çünki qarşılıqlı bucaqlardır. İndi açıq bucaq bu xəttdən yuxarıdakıları toplayıb 180-ə bərabər edirik. Olacaq 3x üstəgəl x minus 20 üstəgəl 30 dərəcə üstəgəl 4y üstəgəl 80 əlifsi bərabərdir 180-a. Yəni bundan yuxarıdakıları toplayıb 180-a bərabərlədik. Buradan alırıq ki 4x üstəgəl 4y 180-dən 80 çıxanda 100, burada da 10 verir. 100-dən də 10 çıxanda 90. X üstəgəl y hər tərəf 4-ə bölürük. 90-a 4-ə böləndə 90 bölünsün 4 2 dəfə 22 tam 10-da 5 dərəcə. Bizdən də soruşurdu x plus y cəmini. Elə x plus y cəmi 22 tam 10-da 5-ə bərabərdir. 30 nömrəli suala baxaq. Mərkəzi O nöqtəsində olan çevrədə AB toxunandır və AC kəsəni BD vətəri ilə K nöqtəsində kəsişir. CD göğsünün uzunluğu DY göğsünün uzunluğuna bərabərdir. CD göğsü DY göğsünün uzunluğuna bərabərdir. Bura alfa olsa, bu da olsun alfa. Və BAC bərabərdir 2 vur AK minus 180 dərəcə oldu. Onu ispat edindir. Buradakı BY göğsündür. Göğsünə də bir beta desək. Bu qalan BC göğsü bura olacaq. Tam çevrə 360 dərəcədir. 360-dan çıxarıq 2 alfa üstəgəl betanı. İndi əvvəlcə tətbiq edirik nəyi? Toxunan və kəsən arasında qalan bucağın tapılması düsturunu. Yəni yazaq ki bucaq BAC bərabərdir. Uyğun böyük göğsdən, yəni 360 minus 2 alfa minus betadan çıxıram buradakı göğsü, yəni bu göğsdən bu beta göğsünü çıxacağım. Bölürük 2. Və sonra deməli baxın burada 2 vətər kəsişir. Rənginə göstərmək istəyirəm, görsənsin. 2 vətər kəsişir, 2 vətər kəsişir. Onların arasında qalan bucağın tapılması düsturu var. Yəni AKD bucağı. Bucaq AKD, bucaq AKD bərabərdir. Deməli, BC göğsü üstəgəl YD göğsünün cəminin yarısı. Burada yerinə qoysaq, BC göğsümüz 360 minus 2 alfa minus betadır. Üzərinə YD göğsü alfanı gəlirik, bölürük 2. Buradan bərabərdir 360 minus alfa minus beta bölü 2 alınır. İndi BAC bucağımız da var, AKD bucağımız da var. Gətirib burada yerinə qoyaq. Alarıq ki, deməli, əvvəlcə bunu sadələşdirək. Bunu sadələşdirəndə bucaq BAC bərabərdir 360 minus 2 alfa minus 2 beta bölünsün 2. Hər tərəf 2-yə böləndə 180 minus alfa minus beta. Sonra bucaq AKD bərabərdir 360 minus alfa minus beta bölü 2. Burada çarpaz vuranda 2-ni bucaq AKD-yə vuranda alaraq ki 2 bucaq AKD bərabərdir 360 minus alfa minus beta. Gətirib burada yerinə qoyaq. Yəni 2 AKD-nin yerinə 360 minus 2 alfa minus beta yazaq. Olacaq bucaq BAC bərabərdir 2 AKD-nin yerinə yazıram 360 minus alfa minus beta minus 180. Buradan da 180 minus alfa minus beta alınır. Baxın, bunu biz bayaq da almışdıq burada sadələşdirib. Deməli, BAC-nin 2 AKD minus 180 dərəcəyə bərabər olduğunu ispat etmiş olduq. Dərsimiz bu qədər. Sağ olun.